Salam əziz izləyicilər. Bu gün Azərbaycan xalq dastanı olan Koroğlunun Alı kişi qolunu sizə səsləndirəcəyəm. Alı kişi qolu Alı kişinin qisası kimi də adlandırılır. Xoş dinləmələr. Alı kişi neçə illər Həsən xana ilxi otarıb ömrünü gününü onun qapısında çürüdüb. Saqqalını ağartmışdı. O hər gün səhər dan yeri ağaranda ilxini haylar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. Dağlarda, daşlarda, çövkənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi. Yenə də bir gün Alı kişi ilxini sürüb dərya qırağına aparmışdı. Atlar dəryanın qırağındakı otlaqda otlayırdılar. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Qoca ilxıçı bir də baxdı ki, budur, dəryadan 2 at çıxdı. Alı kişi dərya atı olmağını eşitmişdi, amma heç görməmişdi. Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. 2 madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi. Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki vədə tamam oldu, Alı kişi ta madyanların yanından əl çəkmədi. O qədər gözlədi ki, axırda madyanlar doğdu. Alı kişi tamam kamal 2 il dayıları bəslədi. Az qalırdı ki, gözünün yağını onlara yedirtsin. Bəli, dayılar böyüyüb 2 yaşar oldular. Bugün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi: "Həsən xan, eşitmişəm sənin qəşəng cins atların var. Gərək ilxından mənə 2 ayğırlıq at verəsən." Həsən xan o saat baş üstə deyib, Alı kişinin yanına çağırıb tapşırdı: "Sabah ilxını çölə aparma. Paşa üçün 2 ayğırlıq at tutturacam." Həsən xan bu sözü deyən kimi dayılar Alı kişinin yadına düşdü. O, xanın başını uca eləmək üçün səhər tezdən durdu. Dayıları tutub xalxala bağladı. İlxını sürüb çölə ötürdü. Biraz sonra Həsən xan, paşa da yanında xalxala gəldi. Paşa baxdı ki, xalxalda 2 uzunorta arıq çöpüklü day bağlanıb. Bildi ki, bu dayları ona vermək istəyirlər. Gülüb dedi: "Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins ayğırlıq atların var. Bunlar nədir? İş belə ələngəyə qalsa, bunlardan mənim özümdə də çoxdur." Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi: "Axmaq qoca, mən sənə deməmişdimmi at tutturacağam, ilxını saxla. Niyə saxlamamısan?" Alı kişi dedi: "Xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə, paşaya bunları ver." Alı kişinin yekə-yekə danışmağından Həsən xan daha da qəzəbləndi. Onun üstünə qışqırıb dedi: "Mənim ilxımda aləmdə söylənən cins ayğırlıq atlar var. Bu ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədir?" Alı kişi dedi: "Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını uca eləməkdir. Sənin ilxında bunlardan yaxşı at yoxdur. Bütün dünyanı gəzsən, yenə də belə at tapa bilməzsən." Həsən xan qəzəblənib dedi: "Bilmirəm. Bir saata qədər yerdə də olsa, göydə də olsa, gərək paşaya layiq, mənim adıma layiq 2 yaxşı ayğırlıq at seçəsən. Bu saat get, seç, gətir." Alı kişi dedi: "Xan, onda izin ver paşa üçün ayğır seçməyə başqa adam getsin. İlxıda bu daylardan yaxşı at yoxdur. Mən özüm başa düşə-düşə yaxşı atı qoyub pis atı seçə bilmərəm. Bu mənim adıma layiq olmaz." Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü onu da dəli eləmişdi. Odur ki, dedi: "Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük qiymət verir. Yəqin ki, elə o haqlıdır. Onda sən belə elə. Bu dayların hər birini onun bir gözünə qiymət elə." Paşanın sözü Həsən xanın xoşuna gəldi.
Əmr etdi. Cəllad Alı kişinin gözlərini çıxartdı. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə uf da demədi. Elə ki cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi: Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şeyi gözdür. Sən məni ondan binəsib elədin. Mən sənin qapında canımı çürütdüm. İlan kimi qabıq qoydum. Saç-saqqal ağartdım. Amma sən bunların heç birini bilmədin. Qədir-qiymət vermədin. Bir paşanın xətrinə məni kor elədin. İndi heç olmazsa bu iki çöpüklük dayları mənə ver. Həsən xan dayları Alının yedəyinə verdirib yanından qovdu. Kor Alı kişinin Rövşən adında yeniyetmə igid bir oğlu var idi. Rövşən baxdı ki, atası qızıl al qana bulanmış, yedəyində iki day budu gəlir. Tez qaçıb onu qabaqladı. Alı kişi oğlunun səsini eşidib dedi: Oğul, ömrümün əvvəlindən axırına qədər Həsən xana qulluq elədim. İndi əvəzində məni dünya işığına həsrət qoydu. Bala, mənim gözlərim bu atların üstündə çıxıb. Al bu atları tövləyə çək. Qapı bacanı bastır. Yaxşı müğayət ol. Amma gözlə bu atlar gərək 40 gün, 40 gecə gün işığı görməyələr. Rövşən atları dama çəkdi. Atasının dediyi kimi onlara yaxşı qulaq asmağa başladı. Bəli, 40 gün tamam oldu. Alı kişi oğlu Rövşəni çağırdı ki, oğlum Rövşən, məni atların yanına apar. Rövşən atasının əlindən tutub tövləyə gətirdi. Qoca ilxıçı uzun caydaq çəkmə sağırlı nazik ortalı dür ata yanaşdı. Əli ilə üzünü, gözünü, yalını, sağrısını tumarladı. Sonra iri başlı, dolu gözlü, qara birçəkli, uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağrılı qırata yanaşdı. Qırat fınxırıb iki dal ayaqları üstə göyə qalxdı, ağzını açıb Alıya yönəlmək istədi. Qoca Alı atın üstünə qışqırdı. At səsindən onu tanıyıb sakit oldu. Alı qıratın da başını, üzünü, yalını, belini, sağrısını tumarladı. Amma bunun sağrısında balaca bir batıq olduğunu hiss elədi. Dedi: Oğul Rövşən, bax şöyle qıratın üstünə işıq düşən yer yoxdur ki. Rövşən baxıb gördü ki, pərdənin arasından bir iynə boyda deşik var, dedi. Qıratın üstündə bir iynə boyda deşik var. İlxıçı dedi: Oğul, bir iynə boyda deşikdən bir kərəm boyda soyuq gələr. Çıx oranı ört. Rövşən çıxıb deşiyi örtdü. Atlara biraz da yaxşı müğayət olmağa başladı. Bir gün yenə atası Rövşəndən soruşdu. Oğul, atlar necədir? Necə yeyirlər? Rövşən dedi: Ata, qırat dəyirman kimi yeyir. Arpa, saman yetirmək olmur. Qırat da yaxşıdır, ancaq qıratdan az yeyir. Özü də dincdir, amma qırat durub dincəlmir. Qızmış nər kimi oyur oynayır. Qoca ilxıçı gecə oğlu ilə bərabər tövləyə gəldi. Atları yoxladı, dedi. Rövşən oğul, atlar daha böyüyüb, minmək həddinə çatıblar. İndi atları bir-bir bərkə boşa salıb sınaqdan çıxartmaq lazımdır. Əvvəl qıratı, ondan sonra dür atı min, təzəcə sulanmış şumda səyirt. Sonra qaratikanlığa sür, sonra da sıldırım daşlı dağa çap. Rövşən atasının öyrətdiyi kimi əvvəl qıratı mindi, yenicə sulanmış şumla səyirtdi, sonra qoca ilxıçının yanına qayıtdı. Təcrübəli qoca ilxıçı qıratın burnunu tutdu, at öskürmədi. Sonra ürəyinə qulaq asdı, baxdı ki, atın ürəyi heç tövşümür. Ondan sonra dırnaqlarını yoxladı. Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də düratı mindi, şuma sürdü, səyirdib yenə atasının yanına qayıtdı. Alı kişi dür atında ürəyini dinlədi, burnunu sıxdı, dırnağını yoxladı. Dür at da öskürmədi, ürəyi tövşümədi, ancaq dırnağının birindən bir qırıq palçıq tapıldı. Rövşən bu dəfə qıratı minib qaratikanlığa vurdu. Qırat qaratikanlığı yarıb, ildırım kimi süzüb ilxıçının yanında dayandı. Qoca ilxıçı onun baldırlarını və çəçiklərini yoxladı. Bir yerində nə bir tikan izi tapa bilmədi, nə də bir yara. Dür at da sınaqdan pis çıxmadı. Ancaq dal ayağının birini tikan balaca cırmışdı. Rövşən axırıncı sınaq üçün qıratı sıldırım daşlığa saldı. Qırat güllə kimi sıldırım daşlığı endi. Qızıl quş kimi uçub qoca ilxıçının bərabərində dayandı. Qoca Alı qıratın qabaq ayaqlarının üylərini bərk sıxdı.
Qırat nə diksinmədi, nə də qırpınmadı. İndi Düratı minib sıldırım aşağı əldən qoydu. Dürat tetiklərini daşlara çırpa-çırpa sıldırımı endi. Qoca Alı, oğul Rövşən, Qırat sınaqdan çox yaxşı çıxdı. Düşündüyüm kimi Dürat da yaxşı çıxdı. Əmək itirmədi. Ancaq Qırata tay ola bilməz. Qıratın tayı bərabəri çarx altında tapılmaz. Həmişə qorxulu səfərlərə, düşmən üstünə qəflət sındırmağa, qalalar almağa Qıratı minərsən. Qırat səni çox darlardan, çox ölümlərdən qurtarar. Qıratın qədrini yaxşı bil, onu candan əziz saxla. Sonra Alı kişi bir ah çəkib dedi: Oğul, atlar böyüdü, sınaqdan çıxdı. İndi Həsən xandan intiqam almaq vaxtı çatıbdı. Çək atları yəhərlə. Gedib Həsən xanla haqq hesabımızı çəkək. Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmışdı. Daş balaca idi, amma çox ağır sambalı bir daş idi. Daş işır-işır ışıldayır, parıl-parıl parıldayırdı. Rövşən daşı yerdən götürüb örüşdə otlayan bir buzova atdı. Daş buzova dəymədi, amma buzov onun yelindən yerə yıxılıb öldü. Rövşən qayıtdı, əhvalatı atasına danışdı. Qoca Alı təcrübəli adam idi, dünya görmüşdü, çoxlarını yola salmışdı. Rövşənin sözlərinə qulaq asıb dedi: Oğul Rövşən, get buzov yiyəsini tap, cəriməsini ver, razı sal. Sonra da haman daşı götür, gətir mənim yanıma. Rövşən getdi, əvvəl buzov yiyəsini razı saldı, sonra həmin daşı tapıb gətirib atasına verdi. Alı kişi daşı əli ilə yoxladı, o üzünə, bu üzünə çevirdi. Bildi ki, bu göydən düşmüş ildırım parçasıdır. Sabahısı gün Alı kişi Rövşəndən xəlvət ildırım parçasını götürüb tapdana bir ustanın yanına getdi. Salam, əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi: Usta, bu daşdan mənə bir biz düzəlt. Usta bir daşa baxdı, bir də dönüb diqqətlə Alı kişiyə baxdı. Daşı qaytarıb verdi ki, sən ya özünü dolamısan, ya da ki məni. Daşdan da biz olar. Çox çənə boğazdan sonra axırı Alı kişi ustanı razı elədi. Daşı bir zindanın üstünə qoyub döysün görsün döyülür ya yox. Alı kişi özü bilirdi ki, daş nə daşdır. Bilirdi ki, daş dəmir kimi döyülər. Usta baxdı ki, bu daş mum kimi bir şeydir. Alı kişiyə dediyi sözlərə peşman olub daşdan bir biz düzəldib ona verdi. Alı kişi ustanın haqqını verib bizi cibində gizlətdi. Daşın qalanını bir qılınc düzəldənin yanına apardı ki, bəs usta, bundan mənə bir qılınc düzəlt. Bu usta əvvəlkində də uzunçu idi. Qərəz çox baş ağrısı olmasın. Uzun çək-çövürdən sonra Alı kişi bu ustanı da razı elədi. Usta 7 günə daşdan bir qılınc düzəltdi. Elə ki qılınc hazır oldu, usta baxdı ki, nə qılınc? Vallah, bu elə bir qılınc oldu ki, almaz kimi par-par parıldayır, gün kimi yanır, ay kimi işıq salır. Ustanın qılınca gözü düşdü. Elə ki vədə tamam oldu, Alı qılınc üçün gəldi. Usta ona öz qılıncını verməyib, əvəzində ayrı bir qılınc verdi. Ancaq qoca Alı işini əvvəldən möhkəm tutmuşdu. Dinməz söylənməz cibindən bizi çıxardıb qılıncın tiyəsinə bastı. Biz qılıncı dəlib o tərəfə keçdi. Usta baxdı ki, işlər xarabdır. Alı kişini aldada bilməyəcək. Axırda naçar qalıb onun öz qılıncını verdi. Alı kişi qılıncı götürüb evlərinə gəldi. Bu barədə oğlu Rövşənə heç bir söz demədi. Elə ki Rövşən Qıratı, Düratı, İftin yəhərləyib atasının bərabərinə çəkdi. Alı kişi hər şeyi hazır görəndə evə girdi. Qılıncı gizlətdiyi yerdən götürüb oğlu Rövşənə verdi. Dedi: Rövşən, al bu qılıncı belinə bağla. Bu qılınc özgə qılınclara bənzəməz. Adi qılınc deyil. Bu qılınca ildırım qılıncı deyirlər. Bu elə bir qılıncdır ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan kəsər, dökər. Bu qılınc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan. Bu qılınc ilə müxənnəslər, namərdlər, qarı düşmənlər sənin əlindən dad çəkəcəklər. Bu qılınc ilə sən qalalar sındıracaqsan, qəflələr, karvanlar dağıdacaqsan. Ancaq bunun ildırım qılıncı olduğunu heç kəsə bildirmə.
Bundan sonra bunun adına Misri qılınc deyərsən. Nə qədər ki sən Qıratın belindəsən, qılınc da sənin belindədir. Heç bir düşmən sənə bata bilməyəcək. Rövşən qılıncı atasından alıb belinə bağladı. Gözləri çıxarılmış alı kişi Dürata, Rövşən də Qırata minib yola düşdülər. Atlar ildırım kimi gəlirdilər. Qırat yolu dəstələyib əlinə almışdı. Az getdilər, çox getdilər, axırda gəlib Həsən xanın imarətinə çatdılar. Rövşən bir tərəfdə dayandı. Qoca alı kişi Düratı imarətin qabağına sürüb Həsən xanı çağırdı. Həsən xan çıxıb alı kişini yalmanına əl çatmayan uzun yallı bir atın üstündə gördü. Xan o tərəfə baxanda gördü alının oğlu Rövşən də burdadır. Özü də bir ata minib ki, rüzgarın gözü hələ belə at görməyib. Alı kişi dedi, Həsən xan, bu atlar sənin bəyənmədiyin o çöpüklü daylardır. Sən bunların üstündə mənim gözlərimi çıxartdırdın. Bax, gör, indi necə at olublar. Mən sənə yaxşılıq eləmək istədim, sən anlamadın. Yaxşılığımın əvəzində məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm. Əlindən gələni əsirgəyən kişi deyilsən. Həsən xan alının bu sözündən acıqlandı. Qılıncını çəkib ona hücum etmək istədi. Rövşən Qıratı onun üstünə sürdü. İldırımdan qayrılmış misri qılıncın göydə parıldamağı ilə xanın başının yerə dığırlanmağı bir oldu. Səs-küy qopdu, qoşun yeridi. Rövşən özünü qovşuna vurdu. Bir yandan Qırat, bir yandan Dürat, bir yandan da Rövşən misri qılıncla qoşunun əvvəlinci dəstəsini əldən ayaqdan salıb qırıb dağıtdılar. Qoşunun dalı kəsilmədi. Dəstə dəstənin dalınca gəlirdi. Qarışqanın sayı var idi, qoşunun sayı yox idi. Qoca alı kişi bunu başa düşüb dedi. Oğul, bu qədər qoşuna sən tək cavab verə bilməzsən. Axırda ya öldürərlər, ya da tutarlar. Sür atları özümüzü bu qoşundan salamat qurtaraq. Rövşən əvvəl atasının sözünə baxmadı. Yenə də özünü qoşuna vurdu. Başlar kəsdi, qollar qırdı, mərd-mərdanə dava elədi. Ancaq kör atasının tutulmağına qorxub, əlacısız davadan əl çəkdi. Atası ilə bərabər atları sürüb çölə üz qoydular. Qoşun əl çəkməyib onların dalından düşdü. Bir xeyli getmişdilər ki, bir də Rövşən Qıratın başını çəkdi, dönüb geri baxanda gördü ki, bir dəstə kəhər atlı ildırım kimi budur, dallarınca gəlir. Dedi, ata, bir dəstə kəhər atlı yetirdədir. Alı dedi, oğul, Rövşən, ağızlarını sulanmış şuma sal. Rövşən atları şuma saldı. Kəhər atların hər birisi şumdan çıxa bilməyib batıb qaldılar. Qırat ilə Dürat ildırım kimi şumdan çıxıb yola düşdülər. Biraz getmişdilər ki, yenə Rövşən Qıratın yüyənini çəkib dönüb geri baxdı. Gördü bu dəfə də bir dəstə qara atlı budur, elə gəlirlər ki, ley kimi. Dedi, ata, bir dəstə qara atlı yetirdi. Qoca alı dedi, bala, ağızlarını qara tikanlığa sal. Rövşən atları qara tikanlığa sürdü. Qara atlılar da özlərini tikanlığa vurdular. Qara atların baldırları qızıl qana boyandı. Rövşən biraz getmişdi. Bir də atın cilovunu dartdı. Qanrılıb geri baxdı. Gördü, indi də bir dəstə ağ atlı çat-çatdadır. Dedi, ata, bir dəstə ağ atlı budur, yetirdədir. Atası dedi, oğul, qorxma, ağızlarını daşlığa sal. Rövşən atları daşlığa dırmaşdırdı. Ağ atlar sıldırım daşlıqlara çıxa bilməyib yarı yolda qaldılar. Qırat və Dürat qızılquş kimi süzüb sıldırım qayaların dalında gözdən itdilər. Ata, oğul axşama qədər yol gedib axşam bir çayın qırağına çatdılar. Alı kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı. Rövşən dedi, ata, bura ağaclıq, otluq bir yerdir. Ortadan da bir çay axır. Qoca alı dedi, oğul, burada yurt salmaq olmaz. İlxının, mal-qaranın əlindən dincələ bilmərik. Bir də ki, xanlar, paşalar xəbər tutar, bizi namərdlik eləyər. Ata, oğul o gecə çay qırağında qaldılar. Sabah açıldı. Yenə qalxıb yola düşdülər. Az getdilər, çox getdilər. Axşam bir düzəngaha çatdılar. Alı oranın da nə cür olduğunu Rövşəndən soruşdu. Rövşən cavab verdi ki, ata, bura ucu bucağı görünməyən bir düzəngahdır. Qoca alı dedi, burada da qalmaq olmaz. Orada atlanan burada düşər. Karvanların ayaqları altında qalarıq. Bu gecəni də burada gecələyib, sabah yenə yola düşdülər. Getdilər, uca bir dağın belinə çatdılar.
Qoca alı dedi: "Rövşən, bu necə yerdir?" Rövşən dedi: "Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli tiskinli bir dağ belidir." Alı kişi soruşdu: "Oğul, bax gör bu bel ki, deyirsən bunun hər tərəfində bir uca təpə var ya yoxdur?" Rövşən dedi: "Ata, var. Biri sağında, biri də solunda. Özü də başları qarlıdır." Alı dedi: "Oğul, axtardığım yer elə buradır. Mən buranı çox yaxşı tanıyıram. Cavan yoldaşlarım da bu yerlərdə çox at oynatmışam, çox ceyranlara ox atmışam, çox cüyürlər ovlamışam. Köhnə oylağımdır. Mən buranın hər daşına bələdəm. Buraya Çənlibel deyərlər. Əsl yurd salmalı bu Çənlibeldir. İndi özümüz olmağa bir olacaq, atları da saxlamağa bir tövlə tik." Rövşən özləri üçün bir olacaq, atlar üçün də bir tövlə tikdi. Ata oğul Çənlibeldə yurd saldılar. Yaşamağa başladılar. Günlərin bir günündə Alı kişi Rövşənin yanına çağırıb dedi: "Oğul, buradakı dağların birində bir cüt bulaq var. Adına Qoşabulaq deyirlər. 7 ildən 7 ilə cümə axşamı məşriq tərəfdən bir, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında toqquşurlar. Onlar toqquşanda Qoşabulaq köpüklənib daşar. Hər kim Qoşabulağın o köpüyündə çimsə, elə qüvvətli bir igid olar ki, dünyada misli bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə, aşiq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar ürkər, pələnglər tüc tökər, quşlar qorxusundan qanad salar, dağlar, daşlar titrəyər, atlar, qatırlar dırnaq tökər. Çox igidlər, şahzadələr bu su üçün gəlib, heç birinin baxtı yar olmayıb. İndi 7 il tamam olda, vədə çatıb. Get axtar Qoşabulağı tap, o köpüşdən bir qab doldurub mənə gətir." Rövşən getdi dağları, daşları, düzləri əndər döndər elədi. Axırda bir dağa çatdı. Gördü dağın bir tərəfində bir uca sıldırım daşlı, əl çatmaz, ün yetməz qaya var. Amma qaya elə bir qayadır ki, igid istəyir üstünə çıxsın. Rövşən qayanın dörd tərəfini dolandı. Göz gəzdirdi, əl tutan bir yer tapa bilmədi. Axırda belindən kəməndini açıb qayaya atdı. Min ənvai münisibətdən qayaya dırmaşdı. Baxdı ki, bura elə bir mənzərə, laləzar yerdir ki, day nə deyim, gül gülü çağırır, bülbül bülbülü. Elə bil ki, bu sıldırım qayanın üstündə bir bağça şəkil çəkilib. 72 qələmdən 72 rəng vurulub. Qoca kəhənsala bir ağac gördü. Yaxına gəlib baxdı ki, vallah Qoşabulaq qaynayıb göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. Rövşən o qədər gözlədi, axşam oldu. Gecədən xeyli keçmişdi. Bir də məşriqdən bir ulduz doğdu, məğribdən də bir ulduz. Bu ulduzlar gəlib düz Qoşabulağın üstündə toqquşdular. Ulduzların toqquşmağından Qoşabulaq coşub daşdı. Ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurdu. Köpük elə gözəl, elə içməli idi ki, Rövşən özünü saxlaya bilməyib doldurduğu bu qabağa öz başına çəkib doyunca içdi. İkinci dəfə təzədən bir də qabı doldurmaq istəyirdi ki, atasına gətirsin. Baxdı, ey dadi bidad, köpük hayanda idi, bulaqlar yenə də elə durulub. Elə durulub ki, elə bil göz yaşıdır. Axır Rövşən bir başına bir də dizinə vurdu, ancaq hara çısacaq. Qabı da götürüb kor-peşman geri dönüb əhvalatı atasına danışdı. Qoca Alı kişi bir ah çəkib dedi: "Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi. Rövşənin dərdi bir idi, 5 oldu. Özünə əl qoydu. Başına, gözünə döyməyə başladı ki, niyə qabaqca özüm içdim?" Alı kişi dedi: "Oğul, cəza fəza eləməkdən bir şey çıxmaz. Keçənə güzəşt deyirlər. Görünür ki, mənim alnımda belə yazılıbmış. Yəqin ki, mənə bir də səni görmək qismət deyilmiş. Tay mənim əcəlim tamamdır. Qulaq as, sənə bir-iki sözüm var. Bala, ay keçər, il dolanar, sənin adın məğribdən, məşriqətdən bütün dünyada məşhur olar. O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nairənə elə bir qüvvət gələcək ki, İsrafilin suru onun yanında milçək vızıltısı olacaq. Bəylər, xanlar, paşalar sənin qorxundan tük tökəcək, quşlar qanad salacaq. Necə ki, Misri qılınc sənin belində, sən də Qıratın belindəsən, özü də bu çənli beldəsən, sənə heç kəs dov gələ bilməyəcək. Ancaq bu həndəvərdə manşur bir qaçaq var.
Adına Dəli Həsən deyirlər. Özünü bircə ondan gözlə. Gez sənin adını Koroğlu qoydum. Qoca Alı kişi vəl varisini eyləyib ömrünü öz oğluna bağışladı. Koroğlu atasını Qoşabulağın yanında dəfn eləyib o gündən Çənlibeldə yurt saldı. Əziz dinləyicilər, Koroğlu dastanının Alı kişi qolu bu qədərdir. Ümidvaram ki, xoşunuz gəldi. Zəhmət olmasa kanalıma abunə deyilsinizsə abunə olun. Bəyəndinizsə bəyənmə düyməsinə basın. Şərhlərdə, şərh bölməsində şərh yazın. Əgər davamını istəyirsinizsə, hələlik, sağ olun.